Biləsuvar rayonunda ağır yol qəzası baş verib. Qafqaz İnfonun məlumatına görə hadisə Biləsuvar Bəhramtəpə magistralının rayondan keçən hissəsində qeydə alınıb. Belə ki, KAMAZ markalı yük maşını ilə Mercedes markalı minik avtomobili toqquşub. Qəzada minik avtomobildə olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Baş vermiş hadisə və faktla bağlı araşdırma aparılır. Yasamal rayonundakı ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb. Qeyd olunub ki, qanunsuz fəaliyyətlə məşğul olan 2 nəfər Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar. Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiqlənib. Faktla bağlı araşdırmalar davam etdirilir. Gədəbəydə kişi yaşadığı evin həyətində ölü vəziyyətdə tapılıb. Hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Qasımov Nazim Abbasoğlunun meyidi yaşadığı evin həyətində aşkarlanıb. İlkin məlumata görə meyidin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib. Mərhumun ölüm səbəbi hələlik məlum deyil. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma işlərinə başlanılıb. Bərdədə sürücünün xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub. Doğru Xəbər Azərbaycan bildirir ki, yol nəqliyyat hadisəsi rayonun Soğanverilər kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan VAZ 2107 markalı 02 BK 395 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarındakı dərəyə aşıb. Qəza zamanı sürücü xəsarətlər alıb. Avtomobilin rabitə xəttinin dirəyə çırpılması nəticəsində internet şəbəkəsinin verilişində problem yaranıb. Baş vermiş hadisə ilə bağlı araşdırma işlərinə başlanılıb.